bugün gözəl bir məkandayam. SS As Online. Belə desək daha sizə yaxın olar. Söz və səs yazma studiyası yeni istifadəyə verilən bu gözəl məkan. Mən bu günləri gəldim, tanış oldum bu studiya ilə. Çox gözəldir, çox möhtəşəmdir. Bizim üçün, sənət adamları üçün, istər şeir, söz yazarları üçün, istər gözəl nəğmələrini, muğamlarını yazmaq istəyən sənət dostlarım üçün çox gözəl bir məkan yeni istifadəyə verilibdir. Və mən düşünürəm ki, burada hər şeydən razı qalacaqsınız. Avadanlıq gözəl, səs rejissoru çox gözəl, hamımızın sevdiyi, bildiyi, tanıdığı gözəl səs rejissorumuz Rəşadət bəy. Və eyni zamanda səs yazma studiyasında ən son müasir texnika ilə olan avadanlıqlar, mikrofon və çəkiliş heyəti belə burada öz yerini tapmışdı. Nəyə görə bunu deyirəm? Bəzən gedirik qıraqdan kamera gətiririk ki, bizi burada səs yazma studiyasında müəyyən kadrlar çəkək, sosial şəbəkələrdə paylaşım üçün buna ehtiyac qalmır. Studiyamızla tanış olsaz görəcəksiniz ki, burada kameralar da var, biri-birindən gözəl, bir yox, bir neçə kameralar və mikrofonlar, hər bir şey, yenə gördüyünüz kimi səs yazma üçün lazım olan bütün cihazlar hamısı gözəldir, son müasir texnika ilə. Mən düşünürəm ki, bizə lazım olan yəni bütün imkanlar burada yaradılmışdır. Və gələcəkdə təbii ki, bizim yazdıqlarımız qalır və insan bir dəfə əziyyət çəkir, gəlir, bir neçə dəfə bir işin dalınca gəlmək olmur. Bir dəfə və gözəl bir iş ortaya gətirmək üçün bir dəfə bura üz tutun və bir dəfə də zaps edin, səssizlik, səs yazma, söz yazma, hamısı gözəl və o bizim tarixdə qalacaq və illər keçəcək, onun keyfiyyəti həmişə yüksək səviyyədə olacaq. Keyfiyyət yaxşı olmayanda bir neçə müddət sonra onun aşağı düşür ürəyini və yaxud da müəyyən şeylər bizi qane etmir. Amma mən düşünürəm ki, məhz bu səs yazma studiyasında, məhz SS As Online studiya məkanında hər bir şey ürəyinizcə olacaq. Buyurun, gəlin, məkan sizin ixtiyarınızdadır, sizin qulluğunuzdadır.